Bir dənə. Bax, bu Moldova millisinin ən son açıqladığı heyətdir, əsas millinin. Bolqariyanla 2-2 oynadılar, Bolqaristanla. Moldova millisidir bu. Bəli, bəli. Bax, orada bir futbolcu... Bir də kənarda Qazaxstan... İndi onu da gələcəyik, yavaş-yavaş. Mən hara gətirəcəm məsələni? Biraz uzun olacaq, üzr istəyirəm. Buyur, buyur. Bax, Moldova millisinin 19 yaşlı futbolcusu, bu adını da dəqiq oxuyum. Leo... Nə dəqiq oxuyum adını? Leo Saka. Leo Saka adlı futbolcusu oynayır Barcelona'nın əvəzcə heyətində və komandanın kaptanıdır. Moldova millisinin 19 yaşlı futbolcusu oynayır Barcelona'nın əvəzcə heyətində və komandanın kaptanıdır. Üstə gəl bu futbolcuya İspanya millisindən aşağı yaş qruplarından dəvət var idi. Və futbolçu İspaniyanı seçməyərək Moldovanı seçib. Bu birinci məsələ. Bu yadımızda qalsın. Yaxşı. Orada daha bir futbolçu var. Hal-hazırda Torino'da çıxış eləyir. Seriyada Torino'da çıxış eləyir. 1 milyon nə qədərsə qiyməti var. İndi izləyicilərimiz baxsınlar, görəcəklər. Bu hər iki futbolçu yadıma gəlir Nizat. Deyəsən Xanoğlanla eyni üstüylə qayıdır. Buyur. Əgər yadına gəlirsə, bir il keçəcək üstündən. O vaxt təzə bu verilişlər qonaq gələndə deyirdin ki, Moldova millisinin yaxşı planları var, sonradan çıxır. Ya, sağ ol, elə ora gəlirdim. Bax, elə onu bu günləri onu danışırdım. Yəni, Ahmet bu günlərin mesajını artıq bir il bundan öncədən artıq... Hələ bu başlanğıcdır. Siz bir neçə ildən sonra görərsiniz ki, bütün dünyada Moldovalı futbolcular var, özdə yaxşı komandalarda. Bunun səbəbləri var. Bax, indi deyirdin ki, biz Qazağa gedə bilmirik. Yadva gəlir, bax indi. Moldovada akademiyaların birində, indi adı yadından çıxıb akademiyanın. Deməli, bir gün məşqdən çıxdım, orada bir valideyn var idi, oğlu futbolcuydu. Yəni, mən qaldığım ərazidə qonşumuydu da, belə deyək, Moldovada oynayanda. Oğlunun da çox gözəl bir dənə adı var idi, Caden Danton Hall. Belə, atası Avustraliyalı, özü Moldovan idi. Neysə, mənə dedi ki, bir dənə gedək Caden'ın məşqi var. Sən də bir bax uşağa, gör necə uşaqdır, nədər, futbolçu kimi də çox yaxşı ailə idilər. Dedim, problem yoxdur. Neysə, getdim bunların məşqinə. Deməli, meydanda nə diqqətimi çəkdi? 22 dənə kamera qoyublar. 22 dənə kamera qoyublar meydanın hər tərəfinə. Moldovadan söhbət gedir ha. Bu İspaniya, İtaliya, Fransa deyil, Moldovadır. Və yuxarıda data analizi eləyən 2 nəfər var. 2 nəfər var. Deməli, mənə də maraqlı gəldi. Bunlardan soruşuram ki, bunlar nə edir də? Yəni, məşq qutardı. Sən bax indi, Nizat. Deməli, bunlar nə edirlər? Bunlar hər məşqin, hər oyunun datasını çıxardırlar futbolçularla bağlı. Məsəl üçün, bizim futbolçular bu günləri oyunda nə edilər? Hansı kameralar birbaşa bağlanır, o datası, istatistik çıxardır. Məsəl üçün, komandanın 7 nömrəli futbolçusunun hansı tərəfləri üstündür, hansı tərəfləri zəifdir. Komandanın stoperinin hansı tərəfləri inkişaf elətdirməlidir, hansı tərəflərdən aksıyır və bunları ümumi datada birləşdirirlər. Beynəlxalq, məsəl üçün, tutalım ki, Benfica, Sporting, nə bilim, Brugge, Barcelona o oyunlarla analiz edirlər. Və bizim uşaqlar, yəni bu Moldovada baş verir, təsəvvür elə ki, bizim uşaqlar gələcəkdə bunlarla qarşılaşanda biz hansı səviyyədə olmalıyıq ki, bunlarla mübarizə apara bilək. Bizdə, bax, indi bu bir inkişaf yolunun başlanğıcıdır. Adamlar nəyə fikir veriblər? Bu, özəl akademiyada, hansısa bir klubu akademiyası da deyil. Özəl akademiyadır. O akademiyadan Interə futbolcu gedib,
birbaşa. O akademiyadan İspanyola futbolcu gedib birbaşa. Yəni o mən orada olduğum müddətdən söhbət gedir. Qardaş, sən mənə bir dənə çıxart. Qoy stolun üstünə ki, bizim hansısa klubumuz heç istəmirəm 22 dənə kamera qoysun, data ölçsün, beləsin, eləsin. Futbolçuların inkişafı ilə bağlı məsələ üçün hansı bir iş görülüb, bəlkə də görülüb, mənə xəbərim, bəlkə sənin xəbərin var, sən jurnalistsən. Bizdə ümumiyyətlə Mənim də xəbərim yoxdur. Bizdə akademiya var. İndi biz deyirik ki, bizdə futbolcu çıxmır, Ayxan Abbasov futbolcu tapır, o birisi komandalar futbolcu tapır. Nicat, xahiş edirəm 3-cü Qazaxıstan yazılan səhifəni böyüt biraz, əgər böyüdə bilirsənsə. Bax indi. Uzağa getməyək, başqa bir primer çəkək. Bizdən eyni səviyyədə olan ölkə. Bax, ən axırıncı Qazaxıstan. Ya biraz böyüdə bilirsənsə böyüt. Nəticələr var ya aşağıda. Serbiya ilə Portuqaliya. Hə, bax, Qazaxıstanın U19 millisi Avropa çempionatının seçmə mərhələsində Serbiyanın 3-1, Portuqaliyanın 1-1 oynayır. Və axırıncı oyunda oynayacaqlar Yunanistanla. Serbiya bu dəqiqə Avropa futbolunda ən güclü uşaq futbol məktəblərindən biridir. Portuqaliyanın adını çəkməyə dəyməz. İndi bax, bu Qazaxıstan. Biz Qazaxıstana səhv eləmirəmsə 200 gün bundan qabaq 5 hesab ilə məğlub olmuşuq. Hansısa milli? 17. İndi burada bax, reallıqlara danışmalıyıq da. Mən burada nə millinin məşqçilərindən, nə AFFAdan, nə başqa yerdən heç kimdə günah görmürəm, qardaş. Sən niyə günah görmürəm? Çünki, bax, müasir dövrün ən önəmli tələbi nədir? Əgər sən müasir dövrə adaptasiya ola bilmirsənsə, sən heç bir uğur qazana bilməzsən. Bizim futbol müasir dövrə nəinki adaptasiya olub, heç başını qaldırıb ora baxmayıb. Günü gündən uzaqlaşır. Yəni günü gündən də uzaqlaşır. Mən sənə deyim, bu hələ bizim yaxşı günlərimizdir. Sən 2-3 il bundan sonra bizi elə şey bizi Allah uzaq eləsin, faciələr gözləyir. Yəni ona görə qardaş, bax yenə deyirəm, hərdən birdən o da çox danışıram. Mən qınayırlar ki, sən nəyimə lazımdır, danışırsan. Niyə qınanmalı? Yox, bir dənə bax sözümü deyim. Biz nə qədər ki, o var necə sənə deyim, o onun adamı, bu bunun, bir yerə gedir kimsə, bu mənim adamımdır, mən bunu aparıram. Qardaş, sən adamını aparmı? Sən iş görə bilən adamı apar, ölç bil ki, bu adamın, bax, məsəl üçün, bizdə kimsə gəlir xaricdən, tutalım ki da, düzdür, belə eləyir, bizim tanıdıqlarım var da, futbolun, 50 ildir futbol oynayır, belə eləyir, bu nə da, bu, belə loğurdur da deyək də, futbolunu deyək. Amma bu əcdahadır, bu sən nələr bilir. Qardaş, o heç də bilmir, sənin o improvizasiyan o qədərdir ki, onun dedikləri sənin gözündən belə fantastikadır. Çox şey bilmir, sən heç nə bilmirsən. Sən heç nə bilmirsən, ay sağ ol.